Salam müəllimlər, deməli miqro sertifikasiya üzrə 10-cu sınağımıza bir yerdə baxırıq sizinlə. Bu sınağın linkini videonun açıqlama hissəsinə yerləşdirəcəm. Əvvəlcə sınağı işləyib daha sonra qaranlıq qalan hissələr olarsa videonun izahına baxa bilərsiniz. Gəlin keçək birinci sualımıza. Birinci sualımız belədir. Deyir ki, 3-ü 310-dan böyük olan rəqəmləri fərqli 5 müxtəlif 3 rəqəmli ədədin cəmi 1266-dır. Bu ədədlərdən ən böyüyü ən çox neçə ola bilər? Deməli 5 müxtəlif ədədi istəyir bizdən və hər birinin rəqəmləri müxtəlif olsun. Necə yazırıq? 5 dənə ədədimizi xətt çəkirik. Bu birinci ədədim, ikinci ədədim, üçüncü ədədim, dördüncü və beşinci ədədim. Və bunların cəmi burada yazdığı kimi 1266-dır. İndi əgər bizdən məsələnin şərtində, yəni sonda ən böyüyün ən çoxunu istəyirsə, mən mümkün qədər digər 4 ədədimi mümkün qədər kiçik götürməliyəm ki, 5-ci ədədimə ən böyük ədəd qalsın. Məsələn, bax burada əgər 3-ü 310 şərtini verməsəydi, mən digər 4 ədədi mümkün qədər, yəni bacardığım qədər kiçik ədədlər götürməli idim ki, növbəti bir dənə ədədə, yəni istənilən sırayla da olmasa olar da, yəni birinci, ikinci, üçüncü, dördüncü, beşinci sırada yəni qarışıq verilib də bunlar. Hər hansı bir ədədi mən böyük alım. Yəni digərlər 4-ünü ən balaca götürməliyəm ki, 5-ci ədədim mənim böyük alınsın. Amma burada 3-ünü deyir 310-dan böyük elə. İndi mən bunu saxlayıram. Deməli 3-ü əgər 310-dan böyükdürsə, mən digər ikisini mümkün qədər balaca ədəd götürməliyəm. Və mənim ən kiçik 3 rəqəmli ədədim 100-dür. Amma burada deyir rəqəmləri fərqli olsun. Əgər rəqəmləri fərqlidirsə, mən 100-ü yox, nə də 101-i yox. Çünki 100-də 2 sıfır eynidir, 101-də 2 dənə 1 eynidir. Onun üçün götürə bilmirəm. Ən kiçiyimi 102 götürürəm. Daha sonra da 103 götürə bilərəm. Çünki 103-ün də 102-nin də rəqəmləri fərqlidir və ən kiçik 3 rəqəmli ədəd hesab olunur. Yaxşı, bəs digər 3-ünə nə yazmalıyam? Digər 3-ünün birini saxlayıram. Bax, bu hissə, məsələn, mən bunu götürdüm. Siz ikincini ya birincini sual işarəsi yaza bilərdiniz, fərqi yoxdur. Mən digər ikisini yenə də mümkün qədər kiçik götürməliyəm. Amma bir şərtlə ki, 310-dan böyük olsun. Yaxşı, 310-dan böyük olan rəqəmləri müxtəlif, ən kiçik 3 rəqəmli ədədim hansıdır? 310 yaza bilmədiyim üçün, çünki bundan böyük deyir də, 311 də yaza bilmirəm, çünki 2 dənə 1 var, 312 yaza bilirəm. Çünki rəqəmləri nədir? Müxtəlifdir və 310-dan böyük, ən kiçik 3 rəqəmli ədəddir. Bəs ikinciyə nə yazım? 313 yaza bilmirəm, 314 yaza bilirəm. Yəni, mən bütün ədədlərimi yazdıqdan sonra bir dənə ədədimi saxlayıram, bu sual işarəsi qoyduğum hissə. Sual işarəsinin yerində mənim mümkün qədər ən böyük 3 rəqəmli ədədim olmalıdır. Bunu necə tapırıq? Bax, gördüyünüz 4 dənə 3 rəqəmli ədədi toplamalıyam. Yəni 312, 314, buradan 102 və 103-ü toplamalıyam. Görüb neçə verir? 6, 8, 11 bir yadda, 2, 1 yadda, 3, 6, 7, 8, 831. İndi baxıram, əgər mənim bu 4 dənə, bax, yazdığım 4 dənə ədədimin cəmi 831-dirsə, mən sual işarəsi qoyduğum hissəni tapmaq üçün ümumi cəmdən digər 4 ədədin cəmini çıxmalıyam. Yəni 1266-dan çıxmalıyam 831-ni. Baxaq görək neçə alınacaq. 6-dan 1 çıxdım 5. 6-dan 3 çıxdım 3, 12-dən 8 çıxdım 4. Deməli, mənim buradakı sual işarəsi qoyduğum hissəyə mən 435 yaza bilərəm. 435 də mənim şərtimi tamamilə ödəyir. Niyə görə? Çünki həm rəqəmləri müxtəlifdir, həm də mümkün qədər ən böyük və ən çoxu 435 olacaq. Deməli, cavabım oldu burada. Hansı? B variantı. Digər bir sualımız belədir, yəni ikinci sualımız belədir. Deyir, düzbucaqlı daxilinə çəkilmiş
Hə, düzbucaqlı daxilinə 3 çevrə çəkilmişdir. Çevrənin radiusu 3 santimetrdir. Gəlin bir dənə düzbucaqlı çəkək və onun içində də 3 dənə çevrə çəkək. Düzbucaqlımız belədir. Belə. Bunun da daxilində 3 dənə çevrəmiz var. İndi bu formada çəkirəm. Aha. Təsəvvür edin ki, bura toxunub. Çevrənin radiusu 3-dür. Əgər çevrənin radiusu 3-dürsə, diametri neçə olacaq? 6. Deməli, burada da 3 dənə çevrə olduğu üçün bu düzbucaqlının uzunluğu 3 dənə 6-ın 18 nədir? Santimetrdir. 18 santimetr. Yaxşı. Bu düzbucaqlının uzunluğu üzərinə qurulmuş kvadratın perimetrini istəyir. Əgər bu düzbucaqlının uzunluğudursa, bunun üzərində belə bir kvadrat quraq və kvadrat qurarkən biz də bilirik ki, kvadratın bütün tərəfləri bir-birinə bərabərdir. Yəni 18, 18, 18 və 18 hər tərəfi bir-birinə bərabərdirsə, bunun da düsturun, perimetrinin düsturu necə idi? 4A, yəni 4 dənə 18. 4'ü də vururam 18'ə, cavab eləyir 72'yə bərabər. Burada da doğru cavabım C variantına bərabər olmuş olur. Üçüncü sualım belədir. Deyir A üstə gəlsin B, üstə gəlsin C. 17 deyir olarsa. A, biz eləyək. A, B, C, üstə gəl C, A, B, üstə gəl B, C, A. Gördüyünüz kimi 3 dənə müxtəlif ədədlərdir. Yəni bu A, B, C müxtəlif rəqəmli, 3 rəqəmli ədəddir. Yenə C, A, B, elə bir ədədlərin yerini dəyişib yazıblar. B, C, A da həmçinin. Yəni ədədlərin yerini dəyişib, rəqəmlərin yerini daha doğrusu dəyişib yazırlar. Yenə də rəqəmlərin müxtəlif 3 rəqəmli ədəd alınır və burada da bizə ipucu verib. Deyib ki, A, B, C-nin cəmi 3'ü bir yerdə 17'dir. Yaxşı. Vuruqların, yox, üzr istəyirəm, toplananların yerini dəyişəndə cəm dəyişmədiyi üçün, məsələn, ABC də 17-dirsə, CBA da 17 olacaq, BAC də 17 olacaq, ACB də 17 olacaq. Yəni, bunun fərqi yoxdur. Biz də bura baxırıq, deyirəm ki, CBA neçə idi? Deyirsən 17. Yaxşı, 7 yazıram bir yadda. BAC neçə idi? 17. Bəs bir də yadda var idi, 18. 8 yazıram bir yadda. Yine burada da ACB də 17'dir, bir də yadda 18. Deməli, bu ədədimin, bu ədədlərimin, daha doğrusu, üçünü də bir yerdə toplasaq, ümumilikdə cəm 1887'yə bərabər olacaq. Doğru cavabım D variantına uyğun gəlir. Baxırıq 4-cü suala. 4-cü suala deyir, A, B, C bərabər yanlı üçbucağında təpə bucağı 76 dərəcə olarsa, bu üçbucağın oturacağı bitişik olan bir bucağını tapın. Deyir, əgər A, B, C bərabər yanlı üçbucaqdırsa, baxın, belə bir üçbucaqdır, bərabər yanlıdır. Bərabər yanlı üçbucaqlarda oturacağı bitişik bucaqlar bir-birinə bərabər olur. ABC bərabər yanlı üçbucağında təpə bucağı 76'dır. Yəni, bu bucaq neçədir? 76 dərəcədir. Düzdürmü? Yaxşı, üçbucağın daxili bucaqlarının cəmin də 180 dərəcə olduğu məlumdursa və 180'in 76 dərəcəsi təpə bucağındadırsa, o zaman nə edirəm? 180'dən 76 çıxıram. Verir mənə 104. 104 dərəcə bu ikisinin cəmidir. Bax, bu hissənlə bu hissə oturacağı bitişik bucaqlarının cəmi 104. Amma mənə bir bucağını istədiyi üçün 104'ü də 2 yerə bölsəm, bərabər olduğu üçün 2 yerə bölürəm. 50, 50. 2'yə bərabər olacaq. Cavabım oldu C variantına bərabər. Keçirik 5-ci suala. 5-ci sualda deyir, ananın yaşı qızının yaşının 4 qatıdır. Burada məsələnin şərtini oxuduqca yuxarıda yazıram. Ananın yaşı, bir də qızının yaşı. Ananın yaşı qızının yaşının 4 qatıdır deyəndə, qızına x yazanda anaya 4x yazıram. 4 qatı çünki 4 dəfə, yəni çoxdur ananın yaşı qızının yaşından. Qız anasının yaşında olanda, yəni neçə yaşında olanda? 4x yaşında olanda. 4x yaşında olanda ananın 56 yaşı olacaq. Aha, gələcəkdən söhbət gedir. Qızın 3 il sonraki yaşı ilə ananın 4 il əvvəlki yaşının cəminin rəqəmləri hasilini tapın. İndi bir söz deyim sizə. Yaş məsələsinin standart bir qaydası var. İllər keçdikcə yaş fərqi dəyişmir. Məsələn,
Bir bacı və bir qardaşın arasında 5 yaş varsa, istəyir 30 ildə, 40 ildə keçsə, yenə 5 yaş olacaq. Çünki biri böyüdükcə digəri o formada qalmır. Eyni ilə o da böyüyür. Və yaş fərqləri dəyişmədiyi üçün, bax, hazırki yaş fərqi ilə gələcəkdəki yaş fərqləri bir-birinə bərabər olur. Yəni, hal-hazırda 4x yaşında olan ananın yaşından x yaşında olan qızının yaşını çıxsaq, gələcəkdəki yaş fərqlərinə bərabər olacaq. Gəl yazaq. 4x-dən x çıxıram. Bax, bu indiki yaş fərqidir. Bərabər eləyirəm gələcəkdəki yaş fərqinə. 56 çıxılsın 4x. İndi 4x-dən x çıxdım. Elədi neçə? 3x. 3x-in də üzərində 4x gəndə 7x-ə bərabərdir. 7x-ə bərabər. 7x 56-dırsa, x-in qiyməti neçə olacaq? X-in qiyməti 8-ə bərabər olacaq. Qızının yaşı 8-dir, ananın yaşı 4-8-in 32-dir. Düzdürmü? Deyir, qızın 3 il sonraki yaşı. 3 il sonra 11 yaş, ananın 4 il əvvəlki yaşı. Ananın 4 il əvvəl 28 yaş, yəni 32-dən 4 çıxıram 28 yaş və bunların yaşlarının cəmi 39 və bunların yaşlarının cəminin rəqəmləri hasilini tapın. 3-ü də 9-a vururam 27. Cavabım oldu. Hansı variant? D variantına bərabər. Deməli, 6-cı sualımız sahə məsələlərlə əlaqəli bir sualdır. Deməli, deyir, sahəsi 441 ar olan kvadratı şəkildəki formada 3 bərabər hissəyə bölsək və alınan düzbucaqları şəkildəki kimi üst-üstə gəlməməklə birləşdirsək, alınan fiqurun perimetrini tapın. Bax, burada açıq məqam odur ki, deyir ki, sənə üst-üstə gəlməsin fiqurlar. Fiqurları üst-üstə qoymayıblar da, yan-yana düzüblər, belə deyək. Bax, bu formaya salıblar, digər formaya da, yəni birinci şəkildən ikinci şəkildə salıblar. Deməli, və sahəsi 441 ardır. Yaxşı, mənim də cavablarım da metr olduğu üçün, deməli, bu arı metr kvadrata çevirməliyik. Çünki sahədən söhbət gedir. Yaxşı, mənə deyin görüm, 441 ardırsa, yaxşısı metr kvadrata çevirsək, 441 ar neçə metr kvadratdır? Metr kvadratla arın arasında 100 dəfə fərq olduğu üçün 441-i də 100-ə vuracaq. Yazırıq bura 441-i vurduq 100-ə, yanında 2-0 metrin kvadratı. İndi kalkulyatorda olur da, indi mənim hazırki kalkulyatorumda məsələn yoxdur, belə deyim, kök altı. Amma bəzi kalkulyatorlarda sizin sertifikasiya və yaxud da ümumiyyətlə iştirak edəndə orada aşağı hissədə kalkulyator olur. Orada da görə bilərsiniz və yaxud da ehtiyac yoxdur. 441 nəyi hansı ədədə, eyni ədədə vursaq, məsələn 44100 metr kvadrat alınır. Məsələn və yaxud da 441 alınır. 21-i 21-ə vursaq 441 alınır. 21-in kvadratı 441-dir. Deməli bu kvadratın tərəfi 210 metr və 210 metrdir. Belə deyək. 210 metrdir. İndi silim təzədən yazaq. 210 metr olduğunu bildik. Çünki 210 ilə 210-u bir-birinə vuranda 4400 alınacaq. Yəni 44100 daha doğrusu üzr istəyirəm. 44100 metr kvadratı alınmış olacaq. İndi bizə dedik ki, kvadratın tərəfləri, yəni bu tərəfi ilə bu tərəfi nədir? Bir-birinə bərabərdir. Hər biri 210-dur. Uzunluğu qalır. Bax, bu hissədə, uzunluğu deyəndə, yəni bu hissə qalır. Bu hissəni 3 yerə bölüblər. Hər tərəfinə nə qədər düşüb? Məsələn, bax, bu hissə olub 70, bu hissə olub 70, bu hissə olub 70. Mən burada yazıram, çünki digər şəkildə bizə lazım olacaq. Əgər bax, bu hissə 70-dirsə, deməli, burada 70-dir. 70-dir. Sonra burada 70-dir. Bu hissədə 70-dir, bu hissədə 70-dir. Bitdi. Üst-üstə gəlməməklə dediyi üçün hər birini ayrı-ayrı yazıram. Sonra buradan bura qədər olan hissə 210-dur. Yazsa qələm yazacağam əslində. 210-dur. Burada 210-dur. 210, 210. Buradan bura qədər olan hissə
210-dan 70 çıxdıq. Elədi neçə? 140. 140 buradır. 140 da bura. İndi qarışıq gələ bilər. Əslində şəkil balaca və yazım böyük olduğu üçün biraz qarışıq oldu. İndi gəlin sayaq. Necə sayırıq? Qələmin rəngini dəyişək. Sayaq. Deyir ki, bax, neçə dənə 70 var? 1 dənə, 2 dənə, 3 dənə, 4 dənə. 7 4-ün 28. 280-i yazdım bura. Üstə gəlinsin. Neçə dənə 210 var? 1 dənə, 2 dənə, 3 dənə, 4 dənə. 4 dənə 210 840-a bərabərdir. Üstə gəlin. Neçə dənə 140 var? 2 dənə 140 var. 2 dənə 140-ın da 280-ə bərabərdir. Bərabərdir. İndi gəlin bunları hamısını toplayaq. Sıfırları yazdıq bura. 8, 4, 2. 16, 20. 0 yazıram 2 yadda. 2, 10, 12, 2 də yadda 14. Elədi metr, kvadrat deyil. Çünki sahə deyil, perimetr istəyir bizdən. Elədi 1400 metr. 1400 metrdə hansı variantdadır cavabım? B variantında olacaq. Cavabım oldu 1400 metrə bərabər. 7-ci sualda deyir, x-in ala biləcəyi ən kiçik natural ədədin 5 mislini tapın. Yaxşı, gəlin bu bərabərsizliyi hesablayaq. Belədir. Bərabərsizliyimiz belədir. Yazıb ki, 6 vurulsun 2x plus 6 böyükdür 120 bölünsün 2. İndi mötərizəni vuraq açaq. 2 6-ın 12x üstə gəl 6 6-ın 36 böyükdür 120-ni 2-yə böləndə 60. 12x yerində qalır. Bu işarəni sanki bərabər kimi düşünün. Böyükdür. Deməli, 36 müsbət idi, keçdi işarənin sol tərəfinə, sağ tərəfinə, daha doğrusu işarəsi dəyişdi. 60-dan 36 çıxdım 24, 12x. Hər tərəfdə 2-yə böləndə, 12-yə böləndə. Burada x qalır. Böyükdür, 24-də 12-yə böləndə 2. Deməli, x-in cavabı 2-dən böyük ədədlərdir. Və mənə deyir ki, x-in ala biləcəyi ən kiçik natural ədəd. X-in mümkün ala biləcəyi ən kiçik natural ədəd 3-dür. Çünki 3-dən aşağı 2-dirsə, 2 2-yə bərabər olar deyə biz bura 3 yazırıq. 3-ün də 5 mislini istəyir, bu da eləyir 15. Cavabım oldu burada B variantı 15-ə bərabər. 8-ci sual. 8-ə deyir, bir məktəbdə 960 şagird var. Dərs ilinin əvvəlində bütün şagirdlərin ancaq 4/1 hissəsi əlaçı idi. İl sonunda bütün şagirdlərin 3/1 hissəsi əlaçı oldu. Deməli, əvvəl bu 960 şagirddən 4/1 hissəsi əlaçı olub. Görək, 960-ın 4/1-i nə qədərdir? 2 4-ün 8, 16-nı 4-ə böləndə 4, deməli 240. Sonra dərs ilinin sonunda həmin bu 960 şagirdin artıq 3/1 hissəsi əlaçı olub. Yəni, əlaçı sayı artıb. Əvvəl 4/1 hissə idi, indi 3/1 hissəsidir. Görək nə qədər artıb. İlin əvvəlində nə qədər idi tapdıq, ilin sonundakını tapıb və bu biri-birinə müqayisə edəcək. Görək nə qədər artıb. 960-ın da 3/1 hissəsi 320-yə bərabərdir. Yaxşı, ilin sonunda budur. İlin əvvəlində bu idi. Aradakı fərq nə qədərdir? Bir neçə şagird artmışdır. 320-dən 240 çıxacaq, cavab olacaq 80-ə bərabər. Cavabımız oldu C variantı. Qısa görünən, amma biraz uzun həlli olan misal tipimizdir. Əvvəlcə bərabərsizliyimizi həll edirik. Deməli, 27 kiçikdir 3x plus 6 kiçikdir 96. İndi burada üstə gəlinsin 6 var da, düzdürmü? Bu üstə gəlinsin 6-nı yox eləmək üçün hər tərəfdən 6 çıxmalıyam. Hər tərəfdən 6 çıxıram. 27-dən 6 çıxdım 21. Kiçikdir. 3x kiçikdir. Yəni bu mənfi 6-la müsbət 6 getdi. 96-dan 6 çıxdım 90-a bərabər. İndi baxıram ki, bax bununla da bunun arasında vurma var. Yəni 3 vurulsun x kimi nəzərdə tutulur. Bu 3-ü buradan yox eləmək üçün hər tərəfi 3-ə bölürəm. Hər tərəfi 3-ə bölürəm. Bu zaman olur 21-i 3-ə bölürəm 7 kiçikdir. Sonra x-dan, yəni 3 ilə 3 getdi. X-dan sonra kiçikdir 90-da 3-ə bölürəm 30. Bu x 7-dən böyük 30-dan kiçik ədəddir. Hansı ədədlərimiz ola bilər? 8-dən başlayır
9, 10, gəlir nəhayət 29-da dayanır. İndi bu arada nə qədər sayı oldu? Məsələn, 8-dən başladı. 8, 9, 10, 11, 12, bir saysam 29-a kimi biraz vaxtım gedər də. Cəmع ədədlərin sayını tapaq görək nə qədərdir. Ən böyükdən ən kiçiyi çıxıram, üzərinə 1 gəlirəm. Bu 1 həmişə var, düsturdur. Ən böyükdən ən kiçiyi çıx, üzərinə 1 gəl. Sonra 29-dan 8 çıxdım, 21, 21 üstə 1 gəldim, 22. Bu sayıdır. Amma mənə sayını istəmir. Deyir, x-in ala biləcəyi natural ədədlərin cəmini tap. İndi mən kalkulyatora düz yaza bilərəm. 8 üstə gəlsin, 9 üstə gəlsin, 10. Əlbəttə ki, vaxtımı alacaq. Vaxtımı almamaq üçün düsturdan istifadə eləməliyəm. Gəlin düsturumuzu yazaq görək. Necə idi düsturumuz? Deməli, ilk natural ədədlərinin cəmini tapmaq üçün ilk ədədimizin üzərinə son ədədi gəlirik. İlk ədədimiz hansıdır? 8. Mötərizə açıram. Qələm rəngini dəyişim. Mötərizə açıram. 8 yazıram. Sonra nə edirəm? Son ədədimizi gəlirəm. Son ədədim hansıdır? 29. Düzdürmü? Sonra vururam sayına. Yəni sayını bax burada tapdıq axı. 22. Bölürəm 2-yə. Bu düsturu yadınızda saxlasanız bir üzərinə gəlmərsiniz. Məsələn, elə bir ədəd verər ki, ən balaca ədəd 8 olar, ən böyük ədəd 100 neçə olar. Bunları hamısını bir toplamaq biraz çətindir də, düzdür. Amma düsturu biləndən sonra rahatlıqla yerinə qoyub tapmaq olur. Deməli, düsturumuz belədir. Qələm, dəftər götürüb qeyd edə bilərsiniz. Neynədik? Ən böyük, ən kiçiyin üzərinə ən böyüyü gəldik mötərizə içində. Vurduq sayına, yəni 8, 7 və 30 aralığında neçə dənə ədəd var?